Deməli uşaqlar, bizdə bir PlayStation 4 slim modelimiz var. Bilirsiniz də bu proşipkalarda bəzən aktivasiya uğurlu olur, bəzən aktivasiya uğursuz olur. Bu PlayStation 4 slim modeli qoşdun toka. Qoş indi bunu. O nədir baxırsan? Sən Allah. Bax indi bunu qoşuram uşaqlar. Startı verirəm, yəni ki videonu da saxlamıram. Çevir Rəsul. Çevir o Roblox-u görək. Startı verirəm uşaqlar. Şeyi də saxlamıram. Adı nədir onun? Videonu da saxlamıram. Ki baxaq görək aktivasiya bunda necə gedir. Yəni bunda ola bilməz ki, aşıbqa olsun. Hər dəfə bir dəfəsinə maşallah olsun aktivasiya gedir. Deməli bu bizdə satışda 4 slim modeldir. 2 dənə putinandır. İçərisində hazır oyunlar da var. 121-ə daxil olduq. 121-ə daxil olduq. İndi diskə oxuyacaq. Sonra diskə daxil olacaq. Yəni normalda çox PlayStation-lərdə görmüşəm indi. Elə 6.72-in devrindən üzü yuxarı disklə və yaxud da LAN kabellə, başqa metodlarla. Bax, X-i vurdum, daxil oldum, birbaşa da aktivasiya gedəcək. Bu bizdə satışdadır. İçərisində hazır oyunları var. 2 dənə pultuna, bu da görsən, rahat şəkildə. Elə ki, bu diskdə, bunun heç diskini də dəyişmirəm. Bu disk elə ki, bunun üçün nəzərdə tutulub. Hə, şaşol. Ay şaşol. Belə, uşaqlar, bax, içərisindəki oyunlar da bulardır. 2 dənə də pultu var. Qiyməti də çox münasibdir. Cəmsi 430 manata. Proşipkalı modeldir. Gətirəndə də gələcəkdə oyunun da biri 5 manatdan yazılır. Çevir Rəsul, çevir Roblox-u. Elə nə oynayırsan, sən? Səhərdən axşama kimi görsədir Rəsul orada Roblox neçə saat oynamısan. Hələ sənin köhnə PlayStation-un vardı, 5-lər yada gəlir. Onlarda da gedib 722 saat bu şeydir də. Hələ köhnələrdə də gedib. Yoxsa şey akkauntu keçirmisən buna? 10 saatın görsədmir amma. Orada çox idi. Orada lap çox idi, yada gəlir. Nə min neçə idi ya. Bu 5 ancaq bunu gördü də, Roblox-dan başqa heç nə görmədi. Buna bəlkə də nə bilim GTA 5-i zadı qoyub oynasın, sönər bu PlayStation. Hə, Rəsul. Səhərdən axşama kimi Roblox.